Bərdə rayonunda bir qrup gəncin iştirakı ilə bayraq yürüyüşü keçirilib. Yürüyüş 28 may Dövlət Müstəqilliyi günü münasibəti ilə təşkil edilib. Yürüyüşə rayonun 20-yə yaxın fəal gənci qoşulub. Azərbaycan bir olsun, bayrağımız ucalsın, düşmənimiz kör olsun devzi altında keçirilən yürüyüş özünün simvolik mənası ilə də seçilib. Belə ki, 20 yanvar şəhidlərinin abidə kompleksinin önündən başlayan yürüyüş 3 kilometrlik məsafədən sonra Qəhrəmanlar Parkında başa çatıb. Yürüyüş iştirakçıları burada Azərbaycan torpaqlarının azadlığı və dövlətimizin suverenliyi yolunda canlarını fəda edən vətən övladlarının xatirəsinə uzaldılan abidəni ziyarət ediblər. Yürüyüş iştirakçıları abidə önündə çıxış ediblər. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında dövlətimizə və dövlətçiliyimizə olan sevgi hissinin aşılanmasıdır. Hər bir Azərbaycanlı fəxr eləməlidir ki, Şərqdə ilk cümhuriyyəti bizlər qurmuşuq və bunun üçün biz Məhəmməd Əmin Rəsudadəyə, Fətəl xan Xoyskiyə, Əlmərdan bəy Topçubaşova, Həsən bəy Ağayevə və digərlərinə çox təşəkkür edirik ki, bizə gözəl belə bir miras qoyublar və biz gənclər də çalışırıq ki, bunu qoruyaq və gələcək nəsillərə inşallah təhvil verək. Və bütün Azərbaycan xalqının bu gözəl gününü təbrik edirəm. 28 may Cümhuriyyət günü münasibəti ilə bu bayraqları burada nümayiş elətdirik. Həm də yenə deyirəm, bu bir maarifləndirmədir gənclərimiz üçün, bir mesajdır. İnsanların vətənini sevməsi, bayrağında daim bayrağın üstündə olmalıdır, evində başının üstündən asılmalıdır və bayraq bayramdan bayrama yada düşməməlidir. Bayraq xüsusi günlərdə yada düşməməlidir. Bayraq dövlətçiliyin rəmzidir və bu hər bir an gözümüzün qarşısında olmalıdır. Bayraqlarla bura gəlməklə insanlarda maraq doğurduq və onlar bizə yaxınlaşıb soruşanda ki, bunu nəyə görə edirsiniz, biz onları izah elədik Respublika gününün önəmini. Arzu edirəm ki, belə tarixdə qalası olan, yəni qalacaq şərəfli tariximizdə olan günləri biz bütün Qarabağda deyim, hətta bütün bütöv Azərbaycanımızda keçirdək.